İşğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış digər bölgələrə diqqəti azaltmır. Balanslı şəkildə regional inkişaf proqramına uyğun olaraq bütün bölgələrdə quruculuq, yeni müəssisələrin yaradılması və sosial-iqtisadi inkişaf prosesi davam edir. Azərbaycanın qədim paytaxtlarından olan Şamaxı ölkə həyatında həmişə mühüm rol oynayıb. Eyni zamanda mədəniyyət mərkəzlərindən biri kimi intişar tapıb. Bugün də Şamaxı ölkəmizin dinamik inkişaf edən regionlarındandır. Prezident İlham Əliyevin açılışında iştirak edəcəyi Şaqro ət və süd məhsulları kompleksi regionların sosial-iqtisadi və kənd təsərrüfatının inkişafı baxımından növbəti uğurlu layihədir. Prezident İlham Əliyevə əvvəlcə stendlərdə kompleks barədə məlumat veriləcək. Ən maraqlı detallardan biri innovativ sürü idarəetmə sistemi ilə bağlı məlumatlardır. Xəstəliklərin erkən diaqnozu və səhhətin sürətli bərpası, identifikasiya və sağlamlıq vəziyyətini göstərən elektron boyunbağlar, süd keyfiyyəti analizatoru onlayn şəkildə işləyir, dünyada analogu yoxdur. İnəklərin avtomatik seçilməsi üçün çeşidləmə qapıları və digər məlumatlar digər stendlərdə təqdim edilir. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şamaxıya səfərlərinin xronikası təqdim edilir. Digər otaqda isə kompleks barədə interaktiv lövhə vasitəsilə məlumatlar təqdim edilir. Hər bir bölmə barədə bu cür informasiyalar elektron qaydada yerləşdirilir fotoları ilə birlikdə və eyni zamanda ərazinin maketi. Bugün Prezident İlham Əliyev Qafqaz regionunun və MDB məkanının ən böyük heyvandarlıq komplekslərindən biri olan Şaqro ət və süd məhsulları müəssisəsinin açılışında iştirak edir. Həm Şamaxı rayonunun inkişafı üçün, həm ümumilikdə ölkəmizin kənd təsərrüfatının inkişafı üçün bu müəssisənin çox böyük əhəmiyyəti var. Nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük təsərrüfatıdır. Həm ətlik, həm südlük. Bizdə indi ithal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, 100% özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə təmin edək. Buna yaxınıq, amma hələ ki buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi də təmin edəcək. Və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə də bilərik. Sizi bir daha ürəkdən təbrik edirəm və uğurlar arzulayıram. Çox sağ olun.
Prezident işçilərlə foto çəkdirdikdən sonra qısa çıxış etdi və bildirdi ki, ölkəmiz ət və süd məhsullarından asılılığı aradan qaldırmalıdır. Biz özümüzü ət və süd məhsulları ilə təmin etməliyik, hətta bu məhsulları ixrac eləməliyik və bu müəssisənin bu mənada rolu böyük olacaq. İndi isə dövlət başçısı ərazi ilə, kompleksin bölmələri ilə tanış olacaq. Bizi və çəkiliş heyətini bütünlüklə ərazidə bu elektroavtomobillər vasitəsilə tanış edəcəklər. Salamünaleyküm. Xoş gördük. Marşrutu bilirsiniz? O marşrut üzrə hərəkət edək də zəhmət olmasın. Qida anbarında məhsullarla yanaşı istehsal prosesində istifadə olunan texnikalar da nümayiş etdirilir. Özü doğrayan və özü üyüdən traktorlar. İndi qida anbarında baxdığımız texnikalar Amerika və İsrail istehsalıdır. Ümumilikdə isə kompleksin qurulmasında Türkiyə və İsrail istehsalı olan avadanlıqlardan istifadə olunur. Bura isə kökəltmə məntəqəsi. Bura kompleksin sağım bölməsidir. Salamünaleyküm. Hoş gördük. Burada hansı prosedura həyata keçirirsiniz? Sağırsınız. Aparatlar vasitəsilə necə olur proses? Bizə izah eləyin də zəhmət olursa. Nə işləyir? Necə? Bunu basırıq. Bunu basan kimi kompresor qoşulur. Qoşulur. Bəli. Və Belə canlı göstərə bilər iynənin üstə. göstərin zəhmət olursa. Bunu basırıq, kompresor işə düşür. Və sağım başlayır. Süt buradan gedir. Hoş gördük, yorulmayasınız. Siz nə vurursunuz ora? Yod. Yod nə üçün? Bu dezinfeksiyanın qarşısını alır. İnfeksiyanın qarşısını almaq. Burada da təmizləyirsiniz o yodu. Orada yod, burada siliyor. Bu həzin musiqi burada nə üçün səslənir? Elmi araşdırmalarla təsdiqlənib ki, bu cür musiqilər heyvandarlıqda məhsuldarlığa əhəmiyyətli dərəcədə təsir göstərir. Məhsuldarlığın artımı baxımından. %100% təbii pastörizə olunmuş süd, şaqro süd. Bazara yeni məhsul daxil olur. Buzovlar burada dincəlir.
və qidalanır. Burada isə buzovlar saxlanılır. Hazırda 732 baş buzov. Bu ət kəsimi şöbəsidir. Məhsul hazırdır artıq. Kəsimi hansısa xüsusi texnikalarla həyata keçirirsiniz, yoxsa ənənəvi bildiyimiz ət kəsimidir? Avadanlıqlarla kəsilir, İslam qayda qanunu ilə. Bura isə emal bölməsidir. Qayçılar da açılışa hazır vəziyyətdə. Açılışı bildirən lent də yerbəyer edilir. Cənab Prezident içəri girdi, siz gedirsiniz. Siz bu məktəbin şagirdisiniz. İlk dəfədir yəqin Cənab Prezidenti görəcəksiniz. Həyəcanlısınız? Cənab Prezidentlə belə yaxından ünsiyyətdə olacam ilk dəfədir və çox həqiqətən də həyəcanlı. Təbrik edirik. Çox sağ Xeyirli olun. olsun məktəbiniz. Çox sağ olun. Bölgələrdə təhsil infrastrukturunun müasir təhsil komplekslərinin qurulması dövlətin prioritet istiqamətlərindən biridir. Şamaxı Avropa Liseyi belə layihələrdəndir və açılışa hazırdır. Stendlərdə Şamaxı Avropa Liseyinin binasının əvvəlki vəziyyəti təqdim olunur. Eyni zamanda digər məlumatlar. 52 ədəd sinif otağı, 6 ədəd laboratoriya, informatika kabineti, texnologiya otaqları və digər otaq və kabinetlər. Baxaq içəridə şəraitimizə. Balacalar hazırlaşa bilərlər. Heydər Əliyev fondu onları hər cür ləvazimatlarla da təmin edeyim. Qalır sadəcə oxumaq, yaxşı oxumaq. Bura isə Kids Stall. Şagirdlərimiz burada robotların dilini öyrənəcəklər. Bəli, gələcək robotlarındır, ancaq onları da biz gələcəyin robototexnika mütəxəssisləri, şagirdlərimiz idarə etməlidirlər. Bu dronları nə ilə idarə edirsiniz? O dronlar telefondan tez uçar. Siz şagirdsiniz? İdarə edə bilirsiniz bunu? Telefondan havada zaryadkası yoxdur, amma nə istəsəz, nə vaxt istəsəz danışa bilərsiniz. Gəlin, danışın.
Buyurun idarə etmək üçün bizə bir telefon lazımdır ki, bu telefona biz Telo proqramını yükləyirik və orada ya proqram yığaraq, biz özümüz idarə etmədən sadəcə start düyməsini sıxaraq onu start, yəni hazır vəziyyətə gətirə bilirik və ya istədiyimiz zaman pult şəklində telefonla idarə edib onu hara yönləndirəcəyimizi telefon vasitəsilə edə bilərik. Siz bacarırsınız bunları. Bəli. Dronlar belə görünür ki, burada yığılır və burada proqramlaşdırılır. Şagirdlərimiz həm də əmək alətləri ilə işləməyi öyrənəcəklər. Qızlar isə tikib toxumağı. Məktəbin həm qapalı, həm də açıq meydançaları var. Şamaxı gəncləri də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçiblər. 1-ci və 2-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüşüblər və Avropa Liseyinin məzun şəhidlərinin xatirəsinə məktəbin həyətində belə bir abidə qoyulub. Respublika əhəmiyyətli, həm də beynəlxalq müsabiqə və olimpiyadalarda liseyin şagirdləri bir çox uğurlar əldə eləmişlər. Eyni zamanda lisey şagirdlərindən prezident təqaüdünə layiq görülən şagird məzunlarımız olub. Həmçinin liseyində fəaliyyət göstərən müəllimlərimizdən ilin ən yaxşı müəllimi seçilən müəllimlərimiz fəaliyyət göstərir hal-hazırda da liseydə. Həmçinin liseyimiz ilin ən yaxşı məktəbləri sırasında qalib olan məktəblərdən biri olmuşdur. Sahil mənim indi çox maraqlı bir detala toxundu. Bu bina hansı ki, indi yerində Şamaxı Avropa Liseyi inşa olunub. Bir vaxtlar Seyid Əzim Şirvaninin tədris apardığı binanın yerində tikilmiş orta məktəbi idi. Bəli, 1874-cü ildə Şamaxıda Hacı Məcid Əfəndinin təşəbbüsü ilə Məclis adlı məktəb yaradılıb. Məktəbdə Seyid Əzim Şirvani və Ünsüzadə qardaşları müəllim kimi fəaliyyət göstəriblər. Məktəb bina olaraq tamamilə taxta materialdan hazırlandığına görə hətta taxta məktəb adının tarixə düşüb. Sonradan həmin məktəbin bazasında Şamaxı Avropa Liseyi kimi sonradan fəaliyyət göstərən məktəb Cəmo Cəbralibəyli adına 5 saylı tam orta məktəb kimi fəaliyyətə başlayır. Yeniləşən Azərbaycana yeni məktəb proqramı çərçivəsində bu vaxtadək 500-ədək məktəb istifadəyə verilib. Şamaxı Avropa Liseyi növbəti təhsil ocağıdır. Avropa Liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub. 3 və 4 mərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir.
Ölkəmizin generasiya gücü ənənəvi və bərpa olunan enerji resursları hesabına artmaqda davam edir. Hazırda bu rəqəm 10 gigavata qədərdir. Eyni zamanda daha bir prioritet həllini tapır. Batereya enerji saxlanıc sistemlərinin yaradılması və idarə edilməsi. Rəqəmsal İdarəetmə Mərkəzinin foyesində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş külək, su, günəş elektrik stansiyalarının açılış mərasimindən fotolar təqdim olunur. Eyni zamanda bizdə bərpa olunan enerji potensialı çox artacaq. Əlbəttə biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizin tarixində ilk dəfə olaraq batereya enerji saxlanıc sistemi yaradılır. Prezident İlham Əliyev bu sözləri Xızı Abşeron Külək Elektrik Stansiyasının açılış mərasimində, ilin əvvəlindəki mərasimdə bildirmişdi. Mərkəzin açılışı start düyməsinin sıxılması ilə başlayacaq. Daha sonra dövlət başçısına monitorda bu sahədə görülmüş işlər barədə məlumat veriləcək. Ölkə tarixində ilk dəfə olaraq ümumilikdə MDB məkanında ən iri batereya enerji saxlanıc mərkəzləri tikilib. 2028-ci ildə ümumilikdə 2100 megawattdan artıq OEM güc şəbəkədə olacaq. Və digər məlumatlar. Son 7 ildə 4700 kilometr fiber optik kabel infrastrukturu yaradılıb, süni intellekt əsaslı qəza proqnozlaşdırma və diaqnostika sistemləri tətbiq olunur və s. Elektrik enerjisi istehlakının 2032-ci ilə qədər təxminən 11% artacağı proqnozlaşdırılır və təbii ki, buna adekvat olaraq da bərpa olunan enerji, eyni zamanda ənənəvi enerji sayəsində generasiya güclərinin artırılması istiqamətində işlər görülür. Bizim hər bir sahədə olduğu kimi enerji sisteminin də inkişafı, hər tərəfli inkişaf edir. Bu həm ənənəvi elektrik stansiyalarının, həm bərpa olunan, həm hidroelektrik stansiyalar tikilir və əlbəttə ki, hər bir yeni nailiyyətin belə əks təsiri də olur. Həmin o əks təsirlərin yumşaldılması, sistemin dayanıqlılığının artırılması, yük qrafikinin pik vəziyyətinin stabilləşdirilməsi həmin bu batareya sistemləri vasitəsilə həyata keçiriləcək. Diqqət! Batareya saxlanıc sistemi şəbəkəyə qoşulur.